Salam bloqera izləyiciləri. Bugün sizinlə pasta bişirəcəyik, yəni makaron. İlk öncə ətləri doğrayacağıq. Mən burada toyuğun döş ətindən istifadə edirəm. Birinci bunları belə formada doğrayırıq. Doğradıqdan sonra kubik hamısını doğrayırıq bütün ətini. Mən bütün ətləri doğrayıb gəlirəm. Ətləri doğradıq qurtardıq hamısını. Bir dənə də soğanı xırda doğrayıb tavaya əlavə edəcəyik. Siz istəsəz, lap xırda eləmək istəsəz, blenderdan da çəkə bilərsiniz. Amma mən əlimlə doğramağı daha məsləhət görürəm. Normal vaxtda blenderdan çox şey olur, çox xırda olur, lap çox olur. Əgər xoşdan istəsə qatmaya bilərsiniz. Amma belə dad daha qat olur, daha yaxşı olur. Doğradığımız soğanları ayrıca bir qaba əlavə edirik. Tavaya qardalı yağı əlavə edirik biraz, yarım stəkan kimi. Siz istəsəz çay yağından da istifadə edə bilərsiniz. Yağın altını yandırandan sonra doğradığımız soğanları buraya əlavə edirik. Və biraz gözləyəcəyik ki, karamelizə olsunlar. Sonra isə ətləri əlavə edəcəyik. Soğanlar biraz belə olduqdan sonra ətini əlavə edirik. Ətini də yenə biraz pişirəcəyik və ara sıra ətini qaçırırıq, qoyuruq pişməyə. Şimdi isə qızaran toyuqlarımızın içinə dökürük. Güzel alacağız və üstüne bu da baxın və qaçırırıq. Toyuqlar oradan quru görsünədir, amma quru deyil, tam üstündür. Şimdi saxlayalım. İndi isə bizə onun sosu üçün lazımdır. 2 çay qaşığı tomat. Və biraz su əlavə edəcəyik buna. Biraz su əlavə edildikdən sonra qarışdırırıq. Tam həmin olana qədər qarışdırdıq. Və götürürük bunun içinə. Biraz daha belə pişirəcəyik. Biraz da belə pişsin. İçərisinə biraz da su əlavə edə bilərik. Yarım stəkan su əlavə edirik. Və biraz da belə pişsin. Əvvəlcədən qaynatdığımız suya 5 çay qaşığı duz tökürük. Və bunu qarışdıracağıq. Və buna çox az bir çay qaşığı maqnezlindən istifadə edirik. Və əvvəlcədən qaynayan suyumuza mən rolton makaronlarından istifadə edəcəm. Miqdara görə sizdə dəyişə bilər. Mən 6 dənə atacağım. 2-3 nəfərlik bişirəcəm. Və 6 dənə içinə qoyduqdan sonra maksimum 8-10 dəqiqə pişəndən sonra götürəcəyik. Və yeməklərimiz hazır olana qədər biz də ona çay dəmləyək. Mən bu torbalara istifadə edirəm. İçində araq tökmək üçün ağzına qoyuram. Üç qaşıqdan tökürük. Və kəkil otumu. Kəkil otumu stəkanından istifadə edirəm. Ən çox yarpaqlarından. Və çayımızı dəmləyirik. İndi bunu qoyacağıq 5-10 dəqiqə dəm alsın. Və pastamız hazırdır. Hazırlayan hər kəsə iyi bir olsun. Sağ olun.